Tovuz elindən gəlib bizim növbəti qonağımız, eşq olsun. Tovuz mənə doğmadır, əzizdir. Baxmayarım, mən Şəmkirin Bayramlı kəndindənəm. Tovuzun düz 40-lı kəndində də mənim doğmalarım, əzizlərim yaşayır. Eləcə mənim doğma əmim, Arzuman və onun oğlu, mənim əmim oğlu Rəşad, sizləri də salamlayıram. Tovuz eli sözə, sənətə, saza, təbii ki, bizim oradan dəyərli sənətkarlarımız var. Allah onları var eləsin, deyir. Soruşmaq istəsən ata yurdumu, doğulduğum vətənimdir Tovuz. Gözəl təbiyyəti əvəz olunmaz. Röya deyil, cənnətindir Tovuz. Tovuz torpağında olsanız qonaq, göylərə qaldırar sizləri soraq. Dünya şöhrətidir o mehriban insanları, gözlərimin bəbəyidir, döyünən qəlbimdir, vuran əlimdir. Tovuz elindən dünən gəlib, inşallah bugün də bu sabah proqramda qonaqdır. El şənliklərində, Tovuzda, Şəmkirdə, ümumiyyətlə o bölgədə toy məclislərində olur və səsi ilə, sənəti də sevilən, seçilən oğullardan Allah var eləsin. Söhbət Rövşən Rafiqoğlu'dan gedir, Aşıq Rövşən Rafiqoğlu. Tovuzlu balası, xoş gəlib, səfalar gətirib.
Paşa, Rövşən Rafiqoğlu, xoş gəlmisən əzizim. Kamran bəy, xoş gördük. Sabahlarınız xeyir olsun. Xoş gördük. Təşəkkür eləyirəm və biz oradan bizləri izləyən, ekran qarşısından bizləri izləyən Bəli. xalqımızı, tamaşaçılarımızı salamlayırıq və veriliş başlarında gözəl qeyd elədiniz ki, qarşıdan gözəl xanımlarımızın gözəl bir bayramı gəlir. Bəli. Mən də öz növbəmdə bu gözəl verilişdə bütün anaları, bacıları, xanımları təbrik eləyirəm. Sağ ol əzizim. Allah onlara can sağlığı versin. Onlar bizim həqiqətən, xanımlar bizim baş tacımızdır. Bəli. Ürək paramızdır, bəli. Sevə-sevə qeyd edəcək Bəli. inşallah. Çox sağ olun Necə bir gəldin daha. özün? Lap yaxşı. Neçə Gözəl. kilometrdir oradan? Demək olar Əyləş 500 oradan. kilometr. 500? Bəli, 500 kilometr. Qırmızı körpüyə kimidir. Elə qırmızı körpü Bakıdan ilə də qırmızı bizim körpüyə kimi qırmızı 500 körpü ilə də kilometr. bizim aramızda bir şey yoxdur. Bir 60 kilometr məsafə var. Onda 440 kilometr yol Deyək də gəlmişsən. belə. Bakıdan düz qırmızı körpüyə 500 kilometr. Çünki